Xameneyi öldü. İndi əsas məsələ post-Xameneyi İranında nələrin baş verəcəyidir. Rejimə nəzarət edəcək əsas qüvvənin Sepah olduğu bəllidir. Bəs yeni lider kim olacaq? İstisna deyil ki, Xameneyi Xomeyni təcrübəsindən istifadə edərək rejimin davamlılığını təmin etmək məqsədi ilə ölümündən öncə mümkün varisini təyin edib. 88 nəfərdən ibarət ekspertlər məclisində seçiləcək varisin kimliyi sir kimi saxlanılsa da, daha öncə mediaya sızan məlumatlar fonunda müəyyən təxminlər irəli sürmək olar. Müçtəba Xameneyi. Sepahda ciddi dayaqları olan Xameneyinin oğlunun adı əvvəldən namizədlər arasında çəkilir. Lakin onun idarəçilik təcrübəsi və dini iyerarxiya pilləsindəki mövqeyinə şübhə ilə yanaşılır. İran tərəfi rəsmi şəkildə təsdiqləməsə də, son hücumda Müçtəbanın öldürüldüyü haqda da məlumatlar var. Həsən Xomeyni. Ruhullah Xomeyninin nəvəsi. Namizədlərdən biri kimi qiymətləndirilir. Onun da Sepah daxilində dayaqlarının olması şanslarını artırır. Həsən Xomeyninin İran hərbi hava qüvvələrinin komandirlərinin inqilabdan sonra ənənəvi xarakter daşıyan görüşündə Xameneyini əvəz etməsi diqqəti onun üzərinə çəkdi. Müçtəba və Həsənin namizədliyi həm də Xomeyni-Xameneyi irsinin, soyadının davam etdirilməsi baxımından da mümkün variantlardandır. Xomeyninin ölümündən öncə daha real namizəd olan Rəfsəncanini yox, Xameneyini varis seçməsində soyad bənzərliyinin də müəyyən rol oynadığı deyilirdi. Eyni ssenari yenidən tətbiq edilə bilər. Hərçənd rejim daxilində Müçtəba və Həsəni monarxiyanın davam etməsi kimi qəbul edənlər də var. Yeni dini lider olacaq potensial namizədlər arasında digər adlar da çəkilir. Xameneyinin ofisində əsas məsləhətçi olan Hüccətül İslam Möhsün Qumi. Ekspertlər Məclisinin üzvü Ayətullah Möhsün Ərəki. Məhkəmə sisteminin rəhbəri Ayətullah Qulam Hüseyn Möhsüni Eceyi. Qum şəhərinin imam-cüməsi Ayətullah Seyid Haşim Hüseyni Buşehri. Keşikçilər Şurasının və Ekspertlər Məclisinin üzvü Ayətullah Əlirza Ərəfi. Bu namizədlər arasında ən nüfuzlu olanı Əlirza Ərəfidir. Xameneyinin ölümündən sonra müvəqqəti dini lider təyin olunan Ərəfinin Ekspertlər Məclisində də seçilmə şansı yüksək qiymətləndirilir. Namizədlər arasında parlamentin sədri Məhəmməd Bəqir Qalibov, Xameneyinin müşaviri Əli Şamxani və Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin də adı hallanırdı. Qalibovun şansları yüksək qiymətləndirilmir. Əli Şamxani öldürüldü. Laricani isə hazırda Xameneyinin vəsiyyətinə uyğun keçid hökumətin qurulması prosesinə nəzarət edir. Və bu prosesdə əsas hədəflərdən biri olması rejimin davamlılığının onun üzərindən qurulması ehtimalını zəiflədir. Post-Xameneyi İranında həlledici qüvvə Sepahdır və keşikçilər korpusu təkcə rejimi yox, həm də rejim daxilindəki mövqelərini qorumağa çalışacaq. Bu baxımdan Sepah üçün ruhani missiyası daşıyan şəxsin Qumi, Ərəki, Möhsüni Eceyi, Buşehri, Əlirza Ərəfi kimi namizədliyi daha məqbul görünür. Rejimin davamlılığının mümkün olub olmaması Amerika-İsrail hücumlarının mümkün nəticələrindən asılıdır. Xameneyinin öldürülməsindən sonra cihad elan edəcəyi iddia edilən Ayətullah Əli Sistani mövqeyini İranla həmrəylik nümayiş etdirməklə məhdudlaşdırdı. Gözlənilən idi, çünki Sistani 12 günlük müharibədə olduğu kimi, indi də İraqın müharibəyə qoşulmasının tərəfdarı deyil və bu, təkcə ölkənin məğlub olacağı toqquşmaya sürüklənməsindən qaynaqlanmır. Burada iki mühüm səbəb də əhəmiyyətlidir. Birincisi, Sistani Şia alimi olsa da ərəb millətçisidir və Xomeyniçiliyin regiona ixrac etdiyi dini kimliyə qarşı çıxır. İkincisi, Sistani